Zirənin bəzi problemləri var əslində, həm şansı var, həm problemi var. Məsələn, Beşiktaşın özü Avroliqadadır, hələ Qarabağa rəqib ola bilər. Bu ildən VAR-ın müdaxilələrini artırıblar. Bu Braziliya sərf eləməyəcəkdir. Vinicius. Amma bir sənə nəfs oldu, oyunların saatı. Yəni, biraz futbolu qapıları dəyişirlər. Bu verilişin açılışını məncə mini futbol komandamızı təbrik eləməklə başlamalıyıq. Şəxsən mən fəxr eləyirəm ki, bizim mini futbol komandamız 2 qat Avropa çempionu oldu. Mən şəxsən onları buradan alqışlayıram və həmçinin biz dünya çempionu olmuşuq. Bu bizim üçün sevindirici bir haldır. Yəni futbolun məncə böyük kiçiyi yoxdur, minidir, böyüdür. Bu Azərbaycanın bir uğurudur. Bir daha buradan 10 nömrə komandası olaraq mini futbol komandamızı təbrik eləyirəm. Mən də təbriklərə qoşuluram. İnşallah uğurlar davamlı olar. Mən dünənləri baxdım oyuna, finala da. Həqiqətən bizim futbolçular müdafiədə çox başqa idilər. Yəni o balaca stadionda kompakt olaraq müdafiə olunmaq, hücuma çıxmaq həqiqətən çox fantastik. Ukraynada güclü komanda. Ukraynada güclüdür, amma bizdən zəif oldular. Bugünkü bizim qonağımız Zaurdur. Zaur, salam, xoş gəlmisən. Səni görməyə xoş oldu. Sən də izləyicilərimizi salamla və artıq biz keçək əsas mətləbə. Bugünümüz Mən də izləyiciləri salamlayıram və dəvətə görə təşəkkür edirəm. Xoş gəlmisən bir daha. Zaur, mən bildiyim qədər sən çox böyük Qarabağ fanatısan. Yəni səni tanıyanlar da bilir ki, sən Qarabağ aşiqisən. Ümumi olaraq gəl Qarabağdan başlayaq. Bu il Qarabağ Çempionlar Liqasına yox, Avroliqaya gedir. Mən düşünürəm ki, Çempionlar Liqasında belə göstərici göstərən bir klub, belə nəticə göstərən klub Avroliqada nələr eləyər? Yəni istər-istəməz orada biraz zəif klublar bizə düşəcək, amma düzdür, demir, bütün klublar zəif deyil, amma Çempionlar Liqası səviyyəsindən aşağı klublar olacaq və burada Qarabağın şansları daha yüksək olacaq, mən düşünürəm. Sən nə düşünürsən? Bu il Qarabağın şansları Avroliqada hansı dərəcədədir? Qarabağın şansları belə deyək, Avroliqada özündə də belə güclü rəqiblər əslində var. Məsələn, Beşiktaşın özü Avroliqadadır, hələ Qarabağa rəqib ola bilər və digər klublar var ki, Avroliqada yarışır. Belə deyək də, Avroliqada hansı ilk mərhələdən başlayacaq deyənə biraz şanslar zəifdir Qarabağda. Mənə görə, çünki 3-cü turda güclü rəqiblər düşəcəkdir Qarabağa. Hansılardır? Bilinir olar, ehtimallar mən İlk turda zəifdir, düzdür, amma ikinci, üçüncü turda güclü rəqiblər. O sonradan formalaşacaqdır. Formalaşacaqdır. Düzdür, Qarabağın reytingi yüksək olsa da, belə deyək, səpələnmiş və səpələnməmiş qruplar olur. Qarabağ səpələnmişlərdə olacaq deyənə, reytingdən aşağı olanlarla oynayacaqdır. Amma yenə, belə deyək, futbol ölkələri milli güclü olanlar reytingdə zəif olsa belə, yəni Qarabağdan düşəcək. Amma Qarabağda Qarabağdır. Bizə möcüzələr bilmək olmur. Yəni istər konfransın qrupuna düşsə belə də orada çox irəli gedə bilər. Bəli, Qarabağ Qarabağdır, yenə deyirəm. Yəni biz heç vaxt görmədiyimiz, bəlkə də yuxumuza girməyəcək şeyləri biz Qarabağdan görmüşük. Yəni biz həmişə Qarabağa inanırıq və ümid edirik ki, bu il də Qarabağ bizi qürurlandıracaq. Həmişə necə qürurlandırmışdı, bu il də qürurlandıracaq. Və biraz görürəm ki, burada bizim Turan Tovuzun problemləri var, hə? Bəli, Turan Tovuzdakı problem 7 il öncəki problemdir. Hansı ki, düzdür, məsələ həll olunubdur. Sadəcə olaraq öncəki rəhbərlikdən qalan problem indiki rəhbərliyə belə deyək, başında çatladı. Və hal-hazırda məhkəməyə verildi bu prosedur. Əsası bəli, son xəbərə görə müraciət olunubdur. Sadəcə o da ki, normalda belə deyək də 3-4 aylıq prosesdir. Sadəcə olaraq UEFA klubların növbəti aydan başlayacaq deyənə Avrokuboklar. Daha sonra bu ay 16-sında püşkatma olmalıdır. Püşkatma olacaqdır. Bu vaxt 2-3 gün ərzində müraciətə baxılmalıdır. İnanıram yəni, öncəlikdir. Belə deyək də, düzdür, klubun əsas səbəb olaraq göstərir ki, yəni problem həll olunubdur. Cəzalarla. Səbəb tam olaraq nədir? Mən onu tapa bilmədim. Oyun 7 oyunçu oyun satdığına görə düzdür, həmin futbolçular futboldan ömrü uzaqlaşdırılıb. Sadəcə olaraq UEFA belə deyək də 10 il müddətində Avrokuboklardan
uzaqlaşdırma, düzdür bir mövsümlük nəzərdə tutulub. Sadəcə olaraq Turanın indi Avrokuboklara çıxdığına görə üzə çıxıbdı. O bir pis oldu. O da ki, sadəcə olaraq sənədlər hazırlananda o görülüb və İnşallah arzu edirik ki, Turan Tovuzun da bu problemi həll olar. Bizi Avropada təmsil edən növbəti klubumuzda bu belə deyə ağır sınaqdan uzaq çıxar və bu problemimiz də həll olar. Bəs belə deyə də Premyer Liqada vəziyyət necə gedir? Orada da bayaq səninlə biz çəkilişdə və müzakirə elədik. Zirənin bəzi problemləri var əslində, həm şansı var, həm problemi var. Orada da biz Zirədə də biraz qarşılayırıq. Zirə gözləmirdi düzdür. Yəni Turanın bu vəziyyətdə olduğunu gözləmirdi. Yəni bəzi oyunçuların müqaviləni uzatmadı, yola saldı. Sadəcə olaraq bunlar da bir ay növbəti ayın 9-u başlayır. Əgər Zirə gedərsə 9-u oyunlardır. Sadəcə həmin 9-una kimi də transferləri çatdıracaqmı, çatdırmayacaqmı? Hal-hazırda Zirənin hər hansısa bir transfer cəhdləri var, mən görməmişəm. Son xəbərə görə qapıçı ilə öz qapıçılar, yox, Thiago Silva ilə müqaviləni uzadıbdı. Uzadıblar. Thiago Silva getmək ərəfəsində idi. Yəni Kubokun finalında da açıqlama vermişdi ki, müqaviləm bitir və Avropada oynamaq istəyirəm, daha doğrusu Avrokuboklarda. İndi bu məsələ çıxdığına görəmi, yoxsa başqa səbəblərə görə müqavilənin kirliliyi artırdı. Ümumi olaraq futboldan danışmışkən artıq bu ildən də bilirsən ki, dünya çempionatında bəzi yeni qaydalar gəldi. Futbol anlayışımızı dəyişəcək bəzi qaydalar var. Bəziləri məncə məntiqlidir, bəziləri biraz... Bilirsən necədir? Futbol, biz alışmışıq. Futbolda çoxaldıqca, müdaxilə çoxaldıqca mənə görə də həvəs itir, maraq itir də futbolun. Hər şeydə saxlayıb vara baxırlar və s. Bu artıq vaxt itir. Həm də oyuncular elə bir soyuyur biraz. O enerji itir də. Məsələn indi bu ildən varın müdaxilələrini artırıblar. Sarı karta hətta müdaxilə eləyə bilər. Künc zərbəsinə müdaxilə eləyə bilər. Mən sənlə fikirləşirəm. Yəni gəl bu şey deyək. Varın künc zərbəsinə müdaxiləsi də. Bu yəni bilirsən nə vaxt ola bilər? Oyunun son dəqiqələridir deyək. Oyun 1-1-dir də. Künc zərbəsinə müdaxilə eləyərsən ki, bu oyunun taleyini dəyişə bilər. Amma məsələn, 2-ci, 3-cü dəqiqədə hər dəqiqə saxlayacaqlarsa, yox, ondan çıxmadı, bundan çıxdı, bu biraz marağı itirir. Futbolda da biraz o səhvlərlə öyrəşmişik də, biz o künc zərbələrinə, outu deyək. Bunlar bəzən çox böyük problem deyil də əslində. Düzdür, həlledici oyunlarda və s. problemdir, yəni mən onu demirəm. Amma oyunun başlarında 0-0 olanda müdaxilə eləsələr künc zərbəsinə və bu oyunun biraz marağını itirəcək. Bax, budur. Sonra yeni bir qayda da gəlib. Deməli, oyunçu 10 saniyə ərzində oyunu tərk eləməsə, məsələn, əvəz etmə olur. 10 saniyə ərzində əvəz eləməsə, daxil olacaq yeni oyunçu 1 dəqiqə qalmalıdır çöldə. Bu Braziliya sərf eləməyəcəkdir. Vinicius. Çünki Braziliyanın xəstəliyi idi belə deyə. Vinicius da sən ən çox nə sərf eləməyəcək? Zədələnmə. Neymarın özündə. Bax, burada nə fikirləşsən? Yəni biraz belə deyək də, ağını çıxarıblar məncə. Yox, ağını çıxartmaq deyəndə belə deyək də, bəzi vaxt öldürürlər belə deyək futbolçular. Düzdür, sarı vərəqə verirdilər əvvəl. Məsələn, gec çıxan futbolçuya biraz gözləyirdilər, əgər bir dəfə xəbərdarlıq olurdu. Yenə eyni templə gedirsə, sarı vərəqə olur və yaxud da futbolda belə bir qayda vardır ki, futbolçu hara yaxındırsa, həmin yerdən çıxmalı. O, məsələn, ondan istifadə eləməyib, ən uzaq nöqtədən çıxırsa sarı vərəqə verirdi. İndi bu yəqin ki, sarı vərəqə olmayacaq. Təşkilləşdiriblər də bilmirəm. Bir dəqiqə gecikdirməklə, çünki bu Yaponiyanın səhvləmirəmsə, Yaponiyanın oynayırdı. Yaponiya fürsətdən istifadə edib həmin məsələn, qaydadan istifadə edib qol vurdu, 1-0 qalib gəldi. Hansı qayda? Tamam, başlayalım. Yoldaşlıq oyununda oyunçu dəyişikliyinə rəqib komanda uzaqdan çıxırdı, yox, uzaqdan yox. 10 saniyədən artıq çıxdığına görə 1 dəqiqə gözlətdilər. 1 dəqiqə gözlətdilər və Yaponiya qol vurdu və 1-0 qalib gəldi. O oyuna baxmamışam. Görsən bax orada üstünlükləri də var. O hansı oyundadır? Basketboldadır. Basketbolda var belə bir qayda, səhv eləmirəmsə 1 dəqiqə gözləmə. Yəni biraz futbolu qatıblar, dəyişirlər.
Sonra və Vinicius dedik bayaq. Viniciusun futbol tarixinin ən böyük qatqılarından biri də bu qaydaların dəyişiyində ən son ağzını tutub Vinicius'a bir Benfica ilə oyundaydı, səhv eləmirəmsə, təhqir eləmişdi. Artıq yeni qaydalara əsasən müzakirə zamanı futbolçu ağzını tuta bilməyəcək. Əslində bu haqlıdır. Yəni biz həmişə irqçiliyə yox demişik. Ən böyük skandallardan biri o idi. Sonra lap keçmişə qayıtsaq Zidanın kəllə məsələsidir. Yəni bu məncə haqlıdır. Amma burada şey də var sonra, nə qayda gəlmişdi? Qapıçı topu 5 saniyədən çox saxlaya bilməz. Bu artıq küncdən zərbə. Bu artıq mənim də əsəbləşdiyim mövzulardan biridir. Deyək də misal üçün həlledici bir Real Madridin bir həlledici oyundur. Mən Real Madrid fanatıyam bu arada. Yəni yaxşı. Yəni onun üzərindən çox nümunələr verirəm. Həlledici bir oyundur. Top gəlir qapıçıya, rəqibin qapıçısına saxlayır əlində. Sən əsəbləşirsən, istəyirsən o qapıçı topu at, belə evdə aləmi qatırsan bir-birinə, amma Real udanda, məsələn deyək, Kurtuğa topu əlində tutanda heç vecbə olmur da. Deyirsən, ya onsuz da uduruq da, saxla da əlində. Son saniyələrin belə 3-5 saniyə qazanmaqları böyük üstünlükdür. Sonra zədələnmədə də dəyişikliklər var. Yəni oyunçu bir də əvvəl məsəl üçün qayda belə idi ki, hakim girirsə futbolçu orada vaxt söhbəti deyildi. Sağda saxlayırdı. Yox, sağda saxlam sadəcə olaraq gözləyirdi bir 10 saniyə belə deyək də, futbolçu çöldə gözləyirdi, ondan sonra daxil oldu. Baş hakimin işarəsindən sonra. O da deyəsən bax belə olmalıdır. Əgər həkimlər gəlibsə, onu çıxarırdı çölə, gözlədir icazə ilə. Həkim gəlməyibsə birbaşa oyuna başlayır. Oynaya başlaya bilərdi. Yəni qayda oydu. Sadəcə həkim əgər stadiona daxil oldusa, müdaxilə edirsə, çölə çıxmalıdır. Bir 10 saniyə, 15 saniyə gözləyirdi. Oradakı 5 saniyə də gözləyə bilərdi. Yəni hakimin icazəsindən içəri girə bilər. Amma indi həkim əgər müdaxilə edirsə, 1 dəqiqə gözləməlidir çöldə. Bax bu qayda belə sən dedin, Vinicius'a sərf eləmir. Neymar'a sərf eləmir. Neymar'a sərf eləmir. Başqa kimə sərf eləmir? Ağlıma gələn kim var? Dünya çempionatında ən böyük Vinicius'dur. A qrupunda Meksika, Cənubi Afrika, Cənubi Koreya, Çexiya. Favoritin kimdir? Burada təbii ki, Meksika olacaqdı. Cənubi Koreyanın özündə yəni silmək lazımdır. Çexiya favoritlərdən çıxır. Çexiya əvvəlki Çexiya düzdür, güclü olubdu Nedvedin dövründə. Amma indi o qədər də... O Çexiya deyil. Amma ən azı ikinciliyə oynayacaq da məncə. Birinciliyə Meksikadır, mən də elə düşünürəm. Bilmək olmazdı, yəni onu demək olmur. Sənin fikrin nədir? Sürpriz ola bilər. Kim eləyəcək o sürprizi? Məsələn, elə Çexiyanın özü sürpriz eləyə bilər. Eləyər? Bəli. Bu il Çexiyanı bəlkə də eləyə bilər. B qrupuna keçək. Kanadadır, Bosniyadır, Qətərdir, İsveçrədir. Burada favoritlər düzdür, Kanadanın özüdür, yəni belə də təşkilatçıdır. Düzdür, orada da oyunlar olacaq. İsveçrə güclüdür. Bosniya ilə İsveçrə məncə burada üstün. Qətəri çıxaq. Qətər də, yəni düzdür. Nə bilim, Qətərin, yəni yadda qalan oyun sərgiləyəcəyini elə də gözləmirəm Qətərdən. Bax belə deyim də, burada ev sahibi Kanada, ABŞ, Meksika, bunlar məncə gedəcək, bir yerlərə qədər gedəcək, mən elə düşünürəm. C qrupunda Braziliya, Neymarın o sevinci. Neymar ola bilsin oynamadı, zədəlidir. Hə, o zədələndi, sonradan zədələndi, amma o heyf onu sevinci. Hətta Ancelotti bildirmişdi ki, ola bilsin ki, mən çağıran vaxtı zədəli olub, sadəcə klubdan mənə bunu bildirməyiblər. Amma bir şey deyim də, Neymarın çağırılması gördüyün necə səsi. Bu bir növ elə bir Braziliyalılara bir motivasiya oldu ki, Neymarı çağırdılar. Hə, yəni sadəcə olaraq belə deyək də, Neymarın yerinə hazır bir futbolçu gəlsəydi, hansı ki, João Pedro çağırmadılar. Ay salam, onu çağırmadılar. Hansı ki, belə yaxşı nəticələr göstərir. Sadəcə olaraq həmin mövqeyə Neymarı çağırdılar. Neymardakı, yəni Ancelotti özü də deyir ki, əgər mən zədəli olduğumu bilsəydim, çağırmazdım. Onsuz Neymar zədəli... İlk oyunu buraxacaqdı Neymar. Neymar onsuz zədəli olmasa belə. Zədəyə meyillidir. Yəni o meyilli yox, əvvəlki Neymar deyil də. O heç. Neymar nə idi, nə oldu. Yəni, amma mən bir sənə düşünürəm, Neymarın məsələn... Neymarın səhvi, belə deyək də,
Parisə getməyi oldu. Getmək oldu. Bax, Həmin Neymarı vaxtı- deyirsən, Ancelotti deyir ki, xəbərim yox idi zədəldə. Bəlkə də xəbəri var imiş. Sadəcə yenə deyirəm, Neymarın çağırılması gördün də necə ab-hava yaratdı ölkədə. Neymarın adı ilə, yəni bütün ölkə bayram keçirtdi də, yəni. Tamam. Bu elə bir növ ölkəyə bir motivasiya yaratmaq məqsədi ilə idi. Yəni bu bir şou yaratmaq bir məqsəd idi. Yəni bir növ şouya çevrildi. Braziliya onsuz da millisi özü Şou milli belə deyək də əvvəldən milli bir ölkə. bildirirlər ki, belə də oyunçuları satmaq istədiyi oyunçuları bir vitrin olaraq göstərirlər. Həmin qrupda Mərakeşi götürsək, Mərakeşin çox gözəl heyəti var. Mərakeşdən. Hakimi, Ay sağ ol, sonra Hakimi, El-Nesiri. El-Nesiri. Mərakeş birinci olar. Yox, bilmək olmaz. Düzdür. Şotlandiya zəif millidir. Şotlandiya onsuz heç vaxt zəif görmür. Burada ən zəif Haitidir. Haiti ən canı sonuncu yanacaqdır. olsun. Sonra D qrupunda Türkiyənin qrupu, belə deyək, Türkiyə. Amma bir sənə nəfs oldu. Oyunların saatı. İlahi, mən səhər 7-də, 5-də, 6-da durub mən necə oynamaq? Bu Təbii ki. yəni gəldi ulduzların son keçidi deyirik. Hə Ronaldonun, Messinin son dünya kuboku deyirik. Oyunlar saat sübh tezdən 5-də, 4-də, 6-da. Mən indi durub necə baxım bu oyuna? Duracağam ya, hə maraqlı oyun olsa durub baxacağam. Amma bu əzabdadır. Bizə niyə bu əzabı verdilər? Məsələn, Paragvay ilə Avstraliyanın oyunu heç kim durub baxmaz. Bax, indi ABŞ, Paragvay, Avstraliya, Türkiyə. Türkiyənin şansları Türkiyə bir sənə necədir milli olaraq? Ulduzları çoxdur. Həqiqətən. Amma məncə düzgün müdafiəçi qura bilmirlər. Sxemanı düzgün qura bilmirlər Türkiyədə. Yəni sözü də kəsirəm. Məsələn, Ardanın Realdakı performansına baxıb, onu gətirib Türkiyə millisində də elə oynatmağa çalışırlar. Alınmır. Çünki yəni bu Realda başqa beyindədir. Türkiyə millisində başqa beyindədir. Yəni Realda bu Ardanı deyək ki, sən çıxartdın qabağa, o arxasında güvənə biləcəyi oyunçular Real Madriddə var. Türkiyədə də varmı bu? Yoxdur təbii ki də, yəni Real Madrid qədər. Yəni Türkiyə qrupdan çıxmağı belə deyək də Çətindir. yox, %100 də demək olmasa %80 İkinciliyə oynayar ən azı. yox, belə də birinciliyə də oynaya bilər. Olar. Qrup olaraq götürsək. Amma Türkiyə yenə deyirəm, milli olaraq Sadəcə olaraq oyunları necə alınacaq? mən də onu deyirəm də, yəni ulduzları çoxdur, həqiqətən heyətlər Sadəcə yaxşıdır. müdafiə yenə Problem. müdafiə seçimini düzgün aparmayıblar. Y qrupu burada Almaniyadır, Kurasaodur, fil dişidir, Ekvadordur. Favoritimiz bilinir. Almaniyada. Almaniyadır. Fil dişi adı gələndə zəif kimi görünür. Yox, fil dişi Ekvador Kurasaonu Fil dişi aşağı yuxarı eyni gücdədir. F-də Niderlanddır, Yaponiya, amma Yaponiya belə deyirik. Yox, Yaponiyanı çox güclü. F ən güclü qrupdur. oyunlarını mən Belə izləmişdim. deyək də Tunisin Başqa özü cür olsun, İsveçin özü olsun, Yaponiya olsun, Niderland olsun, yəni aşağı yuxarı məsələn Eyni səviyyədə demək olar. eyni səviyyədə demək olmaz. Niderland düzdür, biraz üstündür. Amma aşağı yuxarı oyun gedəcəkdir. Yəni böyük hesablı belə deyək də Deyim bu F qrupunda Niderland, Yaponiya, İsveç, Tunis sürprizi Yaponiya eləyəcək. Yaponiya texnologiyası kimi futbolunu da inkişaf elətdirib. Biz arxasız. Yəni Yaponiya deyəndə belə qəribə gəlir adama. Amma Yaponiyadan mən gözləyirəm. Biz indi bu F qrupuna qədər danışdıq. Yəni digər qrupları növbəti videolarda danışacağıq. A-dan F qrupuna qədər Dünya Kubokunun favoriti kimdir? Yəni A-dan F-ə qədər, bütöv demirəm, A-dan F-ə qədər olan qruplar arasında. A-dan F-ə kimi olan Favoritin kimdir? Almaniya ilə Niderland, Braziliya bir də. Almaniyanın Braziliya. Braziliya. Yəni Braziliya həmişə onsuz da favorit göstərilir və Niderland da. Mənə görə bax Braziliyana razıyam. Amma yenə deyirəm, Ancelotti orada biraz aləmi qatacağı bir-birinə. Mən elə düşünürəm. Çünki Ancelotti sözüm yoxdur məşqçi olaraq. Amma nəsə Braziliyanın bu il oyun gözləmirəm. Favoritim bu, yəni A-dan F-ə qədər qruplarda favoritim Almaniyadır. İkinci Braziliyadır. Belə, bugünkü verilişimizi də belə sonlandırırıq. Biz bu gün ümumi olaraq həm Azərbaycan Premyer Liqasından danışdıq, həm Premyer Liqada olan bəzi problemlərə toxunduq. Daha sonra isə verilişin ikinci hissəsində biz ümumi olaraq Dünya Kubokunun A-dan F qrupuna qədər olan hissəsini biraz müzakirə elədik.
Və növbəti verilişdə isə artıq Dünya Kubokunun digər qrupları haqqında müzakirələrimizi davam etdirəcəyik. Bizi izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olmağı, şərh yazmağı və bizim bu videomuzu bəyənməyi unutmayın. Mən də dəvət üçün bir daha təşəkkür edirəm. Xoş edirəm. Və növbəti inşallah verilişlərdə görüşərik. Oldu bir daha. Mən də sənə təşəkkür edirəm. Çox maraqlı bir video oldu, podkast oldu. İnşallah yenə görüşərik, yenə maraqlı müzakirələr həyata keçirərik. Sağ olun. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Sağ olun, özünüzdən müğayət olun.